Burada bəlkə də çox. Korzinkada saxlayıram ki, bunu sifariş verəm. Amma bu nədir? İçində hədiyyəsi də gəlib. Nə qəşəng içində hədiyyəsi də gəlibdi. Boyunbağı. Düzdür, bunu sabah taxmayacağam, amma gözəldir. Amma ki, fürsət olmurdu da, belə harasa da taxmağa yer olmurdu. İndi qızımın sabahları son zənginə bunları taxacağım. Bu belə gözəl bir torbada gəlib. Kim istəsə, yazın linkini göndərim. Yəni, Rusiyada qalanlara aiddir. Azərbaycanda heyif dolaşıq viddə göndərirlər də, çox heyif. Bu sırğalarıdır. Biləziyi, rezinləndir. Bu da 3 qatlı, 1 qatlı da var idi, 2 qatlı da var idi. Mən kostyumuma 3 qatlı seçdim. Belə. Mən elə gəlir, hamısı bir arada çox gözəl görsənəcək. Kostyumum da ki, belə deyim, qiyməti ucuz deyil, amma gəldiyi cığalıya fikir verin. Bu sumka belə, 10 qat bundan ucuzdur. Çox gözəl upakovkada gəlmişdi. Gözəl, o düşdü yerə. Yəni, kostyum gəlmək formasına bax. Yaxşı qırış kostyum deyil, yəni nəysə, yaxşı ki, çox qırış deyil. Yəni, az ütü vuracam. Çünki ütü ilə heç aram yoxdur. Belə bir kostyumdur. Yəni, belə başa düşünmək olmayacaq. Sabah giyinib, ətraflı paylaşacağım. Çox bəyəndim bu arada bu kostyumu. Hər rəngi var idi. Ağ, qara, göy, yaşıl, tünd rozovoy və qırmızı. Qırmızını seçdim. Çünki düşünürdüm ki, Aynişan son zənginə buraxılandı mətəfdən çıxanda, yəni qeyd eləmək günləri başqa. Mətəfdən çıxan günü qırmızı bir ton seçər. İcazə vermədilər, ağ-qara olmalıdırlar da. Ona görə bu səfər qırmızını özüm seçdim. Özüm geyinəcəm. Balaca cücələrimə də sabaha aid deyil. Sadəcə yaya aid. Yaya görə belə bir geyim zapas elədim. Mən də İmran Çilayaq Pavuqu xoşladığı üçün ona Çilayaq Pavuq belə qapıda giyinməyə, şəhərə çıxmağa belə bir futbolka ilə şortik zapas elədim. İsa da bizdə panda olduğu üçün, evimizin də bizdə pandası olduğu üçün ona da panda seçdim. Şortiki, pandamın, İsa'mın bir də futbolkası. Çox bəyəndim. İndi bilmirəm İsa'ya da bundan, İmrana da bundan zakaz eləyim mi? Yəni istəyirəm onları artıq dəst giyindirəm. Çox sevirəm dəst giyindirməyi. Hətta qızları çox balaca olanda onları həmişə dəst giyindirirdim. Hər şeyləri dəst idi. Başlarının rezinlərinə qədər dərs idi. Sonra əlbəttə ki, böyüdülər. Hərəsinin öz zövqü, öz istəyi, öz sevgisi, sevdiyi rəngləri. Ona görə ayrı-ayrı artıq giyindilər, dərs giyinmirlər heç vaxt. Bugünlük bu qədər. Sabahları ətraflı çəkib paylaşacağım. Gecəniz xeyrə qalsın, yuxunuz şirin olsun. Dəstək verənlər çox sağ olun.